Salamlar millət, hər birinizi Abbasədə TV'nin yeni videosunda salamlayıram. Bugünkü videomuz indi yaxınlaşdıqda daha da görəcəksiniz. Moyka videolarından biridir. Hansı ki dünən uzaq bir yoldan gəlmişdim. Belə deyək, sırağa gün gedib dünən qayıtmışdım təzədən. Ona görə avtomobil kifayət qədər bərbad gündədir. Yolun böyük bir hissəsində də yağış yağmışdı. İndi isə avtomobilimizi çox belə ləzzətli, həvəsli, ürəkli bir yuyacağıq. Geniş bir yuma videosu olacaq. Yavaş-yavaş şöyle düşək. Top kamera görüntüsünü bugün sinəmdə daşıyacağım, yəni əllərim rahat görünsün deyə. Bu mənim pis təmizləyənim duvarda, burada buyuruq. Birazdan bizə lazım olacaq. Həmişə kimi qətillərlə başlayaq. İlk öncə 2 avronu atıb yüngül bir nəmləndirici avtomobili qapılarda bağlayaq. Buna belə top-trup və eləyək, üzərindəki tozları təmizləyək. Avcılamaklar da var avtomobilin üstündə. Birinci bu formada yüngül şampundur bu. Bununla üstündən gedib arkasıca şampun vurup hem de maçalkamızla təmizləyəcəyik. İlki mərhələ demək olar ki bitirdik. İkinci mərhələ üçün bir balaca da pul atmaq istəyirəm. Kifayət qədər pul bu arada stoklamışam. Birinci 1 avro ilə başlamaq istəyirəm. Çünki 1 avro ola bilsin ki avtomobili tam şampunla bitirə bildik. Bunun için təbii ki power şampu istifadə edəcəyik. Getdik. Belə 1 avro ilə demək olar ki işi bitirdi. 50 sentdə bayaqdan qalmışdı onsuz. Das ist der Schaum, genau. Sie müssen erstmal hier blau drücken. Ach so. Genau, also Na gut, jetzt habe ich nur abgespielt. Genau. Ach, das ist mit Schaum. Das ist der Schaum, genau. Ah. Die erste hier groß, Probe Schaum. Oh, ist das gut? Eigentlich ja. Gut, das nächste Mal. Genau. Gut, danke schön. Bir de. Burada da koca nənə maşını necə yumaq lazımdır soruşurdu. Neyse biz maşının bir şəklini çəkək. Burada həm də kapak fotoğrafı üçün şəklimiz olsun. Bir də belə bir maşalkamız var. Bunun adətən son dönemdə maşının üstünü təmizləyirəm. Normal digər maşalkadan fərqli olaraq. Bunun da effekti bu arada əslində pis deyil. Avtomobilin hər yerinə yaxşı-yaxşı sürtə-sürtə gedirəm deyə özüm də bəyənirəm. Bundan əvvəl də bir dəfə Moyka videosu çəkmişdim. Hansı ki həmin vaxtı bu ilk gördüyünüz bu göylə yaxşı şampun və qadını da məndən soruşduq söhbət öncələri yox idi bu markada. Videonun əvvəlində gördünüz ən birinci istifadə etdiyim o səthi formada bir şampun var idi. Şampun demək olmaz ona, sadəcə belə sərpirdi ki üzərindəki tozları aparsın. Sadəcə o var idi. Ona görə də mən o dönem öz maşalkam və öz şampunumu gətirib burada avtomobilimi təmizləmişdim. Altdan da kifayət qədər TikTok'da bir video çəkmişdim. Həmin hissəni qoymuşdum ki, bəs şampunun keyfiyyətsizliyi səbəbindən öz şampunumu gətirib istifadə edirəm. Orada da altdan biraz mənə linçləmişdilər ki, bu düzgün deyil. Amma halbuki Almaniyada hər bir şey qanunla tənzimləndiyi üçün Moyka məsələsi də qanunla tənzimlənir. Siz küçədə, bayırda, öz həyətinizdə o qədər də rahatlıqla avtomobilinizi yuya bilmirsiniz. Plus Azərbaycanda kimi gedib 5-10 manat verib yenə avtomobilinizi təmizlətdirə bilmirsiniz. O tip yerlər də demək olar ki azdır. Əsasən böyük şəhərlərdə olur, kiçik şəhərlərdə, ya mənim yaşadığım kiçik şəhərdə o formada bir yer yoxdur. Ona görə məcbursunuz ki maşınınızı özünüz yuyasınız və buna da icazə verilir. İstədiyiniz maşalka və ya şampunu gətirib özünüz öz avtomobilinizi tərtəmiz yuya bilərsiniz. Buna icazə var. Bu qadağa deyil.
Ay nə bilim səni gözləyirlər, sıra var, nə ora bura. Bu o qədər də aktual məsələ deyil. Hamı bir-birini səbirlə gözləyə bilir. Düzdür, bəzi tip insanlar var, hansı ki keçən o dediyim, linç ediyim videoda da onun haqqında danışmışdım. Qoca bir Alman gəlib demişdi ki, biraz sürətli eləyin, nə ora bura. Ben demiştim qardaş, hər kəsin öz vaxtı, sırası var. Mən də öz avtomobilimi yuyub rahat-rahat elə çıxacam. Ondan sonra bir kəlmə də deyə bilməyib getmişdi. Əgər təbii ki o özü haqlı olsaydı, məni burada deportasiya edib Azərbaycana yollatmışdı. Haqlarını tələb edib. Məcbur deyilsiniz ki, sürətli formada doşan kimi tez-tez maşını yuyub gedəsiniz. Şampundadır. Biz 1-2 dəqiqə də gözlədik. İndi bir dəfə də avtomobilin üzərində yaxşı yuyaq. Sonra nə edəyək təbii ki? Sonra hələ bir dəfə də üstündən həşrəlayıcı şampunlama edəyək. Əsas mənim maşında kirk qalan hissələr buraları olur. Qırmalar, ön uferin altı. Ona görə o yerləri daha çox suyla yumağa cəhd edirəm. Disk təmizləyənimizi bir yaxşıca vuraq oralara ki bizim diskimizin ön tərəfini yaxşı bir təmizləsin. Amma bu blok altındadır bu dəqiqə, bir dəqiqə. Fırlatdıqdan sonra daha rahat işləyəcəm. Buna belə. Buraları da geçən poşur təmizlədikdən sonra bir dəfə şampunların üzərindən gedib suyla da təmizləyəcək. Şimdi ise bitti orada bıraktık. Çok baba sulayak maşını. Deməli, Lance Stroken'den istifadə edəyək. Axırda baxarıq görək nə qədər pulsa gidermiş oldu. Hələ şampul qalır. Mən maşını tutarmamışam. 2 avro da atar. Pis görsəmir. Belki de 1 avro yanında gedək üstündən bir dənə. Bence gedək. Sanki bəs eləyər. Maşını indi verək o tərəflərdə bir yerdə qəşənglə qurudaq. Qurutma dəsmalımız bu arada. Budur, bu qırmızı olan. Çox əcda bir şeydir. Eşitdiyimə görə bir 5-6 litrə yaxın suyu özündə saxlaya bilir bu arada. Misal üçün yuxarıdan bir dənə belə başlayaq. Fərqi gördünüz. Sırazı qurudur, tərtəmiz bir dənə də ləkə saxlamadan çox ləzzət edir. Yəni maşın üçün nə yaxşı da aldığım dediyim məhsullardan biri budur. BMW-də ən çox ləkə bir söz arda qalır. Maşın yanından sonra, sən qurutmadıqdan sonra. Bunlar çünki görünən yerlər də hər yeri qurutmaq asandır. Bax bu qrillərin arası yaxşı silinməlidir ki, çünki damcı elə pis görsəndir öz də bir yerdən sonra yaxından baxanda. Belə. Gedək bir qurq vuraq. Qaydaq o gördüyünüz yerdə. Ora bu arada pilisos və su doldurma məntəqəsidir. Həm də maşını saxlayıb yüngülvarı qurutmaq da olar orada. O işlərdə maşına bir qurq vurduqdan sonra gəlib orada həll eləyərik. Deyirəm millət, Almanlara gərək bir dəfə Azərbaycanlı uşaqların maşın yumağını göstərəsən. Görsünlər ki, maşını necə yuyurlar, maşını necə yumaq lazımdır. Bunlar özləri yuyurlar paputu elə belə yüngülvari. Bu heç əl vermir də. Bura girmək ümumiyyətlə mənə çox məntiqsiz gəlir. Çox tələsərsən sürətli formada maşın yumaq lazımdır, o heç. Amma ki, heç effekt olmur da oranın. Yəni ki, maşının üstündəki kiri zadı biraz da bir-birinə buluyur, tuluyur ora. Yəni effektiv bir yuma əldə eləmirsiniz. Mənə şəxsi fikrimə görə deyərdim. O günlərdə nə gördüm? Fərid Rəsulun yeni Mercedesi
Bu arada ona da buradan çoxlu salamlar göndərirəm. Çox sevdiyim blogerlərdən biridir. Çox maraqlı, həqiqətən videolar paylaşır. Yəni çox həvəslə baxıram. Yəqin ki, sizdən də bəzi izləyicilərim onu izləyirsiniz və dediklərimi qatılarsınız. Nə demək istədiyimi başa düşərsiniz. Deməli, vinil dezinqdə gedib avtomobilinin həm bəzi yerlərinə vinil detallar, qara və həm üzərini qoruyucu plyonka ilə, həm deyəsən payrovka da elətdirmişdi. Onlarla deməli çox ləzzət eləmişdilər də. Misal üçün o tip şeyləri Almaniyada eləmək üçün həddindən artıq yüksək məbləğdə pul ödəməlisiniz. Yəni ki, indi 5-10 manatın söhbəti deyil də, ciddi fərqlər var. Azərbaycanda tam olaraq onu neçə ellər bilmirəm. Bilənlər varsa şərh bölməsində bildirərlər. Yəni onu elədiyim, burada onu eləyəcəyimə maşını Azərbaycana gəlib həm ziyarət, həm ticarət eləyib, onları da eləyib qayıtmaq daha məntiqli gəlir mənə. Gəzə-gəzə çıxdım buradan. Avstriyada bir dənə yemək yedin. Serbiyada biraz gəzdin. Bolqaristanda bir dənə gecələdin. Oradan İstanbul. Bir gündə İstanbulu fırlandı. Ya da İstanbulu dayanmaq. Qaradənizə tərəfi yavaş-yavaş başladı sürməyə. Yolda bir dənə mənzərəli yerdə gözləməvi olsun paya kimi. Sonra baxırsan Gürcüstanda da üzü yağ gəlir. Onsuz da bir dənə dənizə girdin. İnşallah ki, quru sərhədlər də açıq olsun. Ondan sonra da Bakıya gəlib yavaş-yavaş postlarla əlləşə-əlləşə hərəsi bir dəfə saxlayıb 2 kəlmə söhbət elətdirib. Onu da yerə başqadı. Sonra gəlsən qəşəng, gedirsən Bakıya, maşını təhvil verirsən, çiçək kimi elib qaytarırlar sənə. Yoxsa gəl burada görüş götür, termin götür, qiymət bilmirsən heç nətərdir. 4 ay qabaq yağ dəyişmişəm, hələ çeki gəlməyib. Bilmirəm, məndən pul almaq istəmirlər, nədir? Qızıma tapşırmışam, da ayaqlarını bura vurma. Da böyümüsən, yekə qızsan. Batırma atanın maşınına. Yəni darı da çaşır vurur. Bir ata, çaşdım. Əvvəllər uşaq olanda da heç nə də demirdim. Vururdu, batırırdı. İnarsız, or olurdu. Ayaqqabı izi belə-belə. Palçıqlı-malçıqlı. Bir tər olurdum. Hər gün demək olar ki, onu uşaq düşəndən sonra silirdim, elə gedirdim evə. Köynək fonumda ayaqları çatmırdı, balacaydı hələ. Çox batıra bilmirdi. Bunu alanda ayaqları çatırdı. Plisoslar ancaq 50 sentlə işləyir. Mən hər ehtimal 2 dənə 50 sent götürüm, amma adətən 1.50 sentə mən avtomobilin içini təmizləyib qutara bilirəm. Deməli, təbii birinci nə etmək? Birinci buradan sökmək lazımdır buna. Ki plisosumuzun şlangı biraz uzun olsun. Bunu söktük. Bunu buradan çıxartdıq. So, mən hazır. Bunu da atdıq bura. Çat. Bu tərəf təmizdir. Çox da çirkli bir şey qalmayıb. Getdi bir dənə də arxa sağ oturacaq və vaxt qutardı. Təəssüf. Ona görə 50 sent atıb həm bura təmizləyərik, həm də ki bagajı da təmizləyərik. Kimə gəlir onda belə çıxır. Yəni bu zirzibili götürək buradan. Bagajım adətən tez-tez çirklənmir. Təmiz-təmiz qalır özü üçün. Çox belə istifadə eləsəm də təmiz qalır. Çox, sənin bəxtin gətirmədi, ev yoxdur. Zərəri yoxdur. Düzmə təzdən axıtaq bunun kəlləsinə. Bir də bizim bu şəlaləmiz. Buradan hardan su ağır mənə elə də çatmır. Sırf bu sağ tərəf güzgünün altından maşın hər dəfə yanından sonra bəlkə bir yarım litr su gəlir. Bulaq da eləmir. İndi isə maşının iç tərəfinə yavaş-yavaş keçid eləyək. İç tərəfinə ilə siləcək. Onu da göstərim sizə. Bomba bir dənə məhsulumuz var. Məhsul budur. Cox Speedstar plastik silicisi. Bu əskimizi götürəcəyik. Bu əski ilə həm avtomobilin salonunda birinci əsas yerləri, sonra isə bu ayaqaltıların hamısını bir-bir təmizləyəcəyik. Deməli, yaşıl tərəfinə vurub təmizləyəcəyik. Şüşələri bu səfər yəqin ki istən silməyəcəm. Bir dənə qızımın oturduğu tərəfi çox güman siləcəm. Çünki mütəmadi silirəm. Oranı silmək üçün adətən digər şüşəsilərimi gətirdim. Hansı ki ev məhsulda əslində evdə istifadə olunan bir şeydir, amma
Bir iki dəfə maşında istifadə elədim. Çox baba effekti yaradır. Yaxşı effekti var. Hansı ki bütün kiri təmizləyib aparır. Ləkə də saxlamır. Onun üçün amma bir iki dənə ayrı əski də gətirirəm ki, sonradan üstündə ləkə qalmasın. Maşından gələk mütəmadi təmizliyi gələr. Maşından ki, qəşəng iyi gəlmədi. Apar o maşını tulla. Necə ki, özünüz ətiri vurub küçəyə çıxırsınız. Deyirsiniz ki, məndən qəşəng iyi gəlsin. Nə bilim, yanımdan keçən adam çönsümlə eləsin. Eyni qaydada da maşınıza oturan adam bir eləməlidir ki, o qaqanın maşından qəşəng iyi gəlir. Bax, başa düşdün? Bu məsələ var. Ona görə maşınızı için çalışın. Demirəm şərt odur ki, duxu vurun maşına mütəmadi yox. Belə təmizlik məhsulları ilə də siləndə onsuz da başlayır qəşəngliyi verməyə maşın. Əsl maşın iyi gəlir, mebel iyi gəlir, başa düşdünüz, ləzzət edir. Buranı bitirdiyindən sonra biliyorsunuz da ən çətin hissəyə keçəcək. Təkər qaraltma. Ən zövq verici, amma ən çətin. Niyə ən çətin deyirəm? Çünki bir iki dənə yeri yaddan çıxardanda sürüb gəlib saxlayırsan, görürsən ki, arasa belə lüt görsənir. Yadından çıxıb eləməmsən. Ya altı, ya qıraqları gərək təmiz-təmiz hər tərəfini eyni qaydada qaraldasan. Elə olanda lap ləzzətli görsənir. Belə də ləzzətli görsənir, amma elə olan lap ləzzətli görsənir. İndi bir dənə nə qaldı? Qızım tərəfdə olan güzgünün içdən silinməsi. Burada çox efor sərf eləməyə ehtiyac yoxdur. Fərqli şeylərdən, çünki adətən eləyir. Sonra ürəyizar çəkir. Bir ata bax, sən üçün ürək eləmişəm. Mən deyə bilmirəm ki, qızım, eləmə, maşın batır. Deyirəm, elə də. Ya oturur burada, mən çöldən gəlib qapını açmaq istəyəndə eləyib, ürək çəkir. Mənim baş hərfimi yazır, M yazır. Ya, mən necə qaydım deyim ki, eləmə qızım. Özümə də ləzzət edir axı. Ona görə deyirəm, elə, sonra da gəlib əskimi götürüb silirəm. Çətin şey deyil. İstifadə olunmuş əskilər sırayla, səliqə ilə dayanıblar burada. İndi keçdik ən maraqlı hissəsinə. Təkər qaraltmaq. Təkər qaraltmaq üçün belə bir məhsulumuz var. Sonax firması. Demək olar, hamısı yeni firmadır bu arada. Mən belə heç bir firma ilə işləmirəm. Prosta sadəcə istifadə elədiyim məhsul Sonax firmasıdır. Nə vaxtsa sponsorluq təklif eləsələr lap əla olar. Amma hələ ki, sponsorsuz olaraq bəyəndiyim bir firmadır. Deməli, bu maşalka, bu məhsul, bu da sonra diskləri siləcəyimiz əski. Getdik. Sprey formasındadır, hər yerini rahatlıqla yaya bilirəm. Bir cırqa bura vurdum. Qalanını təkərin üstünə. Maşını birazdan sürüb, biraz da bu tərəfini, aşağı tərəflərdə eləyəcəm ki, oralarda yaddan çıxmamış bitirək. İnci maşını bir balaca dala verəcəm ki, o yerdə qalan əksi hissələri də qaraldaq. Bir cıqada verək. Haradasa bax indi yuxarı tərəfdə gəlib dayanmalıdır. Elə birinci hissədən elə başlayacağım. Hansı təkərdən başlamışdımsa, qutu kimi. Buraları qaraltmışam. Bu hissə qalmışdı. Buralarda yüngülvarı qaraldıb. Sonra nə eləmək lazımdır? Bundan disklərin içini silmək lazımdır, səliqəli. Qarını da qaraltdıq, indi əski ilə diskləri bir dənə təmiz qaraltmaq lazımdır ki, üstündə bir dənə toz, bir dənə ləkə olmamalıdır. Axırıncı təkərimizi də təmiz elədik. Uşaqlar, maşını hazırdır. Geniş bir dənə qəşəng çəkiliş eləyək maşını. Çiçəkdir. Bəh. Parıldayır. Təkərin bir dənə qaralığına bax. Bu da belə. Millət, videonu burada sonlandırıram. Hər birinizə xoş günlər. Özünüzə yaxşı baxın. Özünüzdən və avtomobilinizdən müğayət olun. Həmişə təmizlikdə. Görüşərik.